Dostlar, hamınızı salamlayıram. Range Rover Vogue 2023. Bu bizdə sonuncu modeldir. Beləliklə bunun qapı pərdəsində problem var. Gördüyünüz kimi tros burada çıxıbdır. Çıxmağın da səbəbi odur ki, bunun barabanda problem var. İndi qaldırım, göstərəcəm. Bu bir təhər qalxır. Tak. Bu bir. Həm axıra kimi getmir, həm də ki, baxın görün, pərdə boş qalıb. Bunun problemi baraban problemidir. Həm naçaşkasında problem var, həm də yəqin ki, başqa bir şey var. Onu ancaq açandan sonra biləcəyik. İndi qapını sökək, pərdəni çıxardaq və orada nə problem varsa sizə çəkib, paylaşıb göstərəcək. Apşıfka sökülüb, pərdəni çıxartmışıq. Bir dənə əvvəlcədən bunu göstər. Bu super bir şumkaya baxın. 2023-ün Range Rover'dir. Baxın, görün. Hər yer yapışqandır. Abitkanı sökürsən, baxın. Yəni, bu da bir şumka. Çox güman ki, bunu abişumka eləyən zamanı bunu zədələyiblər. Yaxından bir dənə göstər. Baxın, bu tros zədələnibdir. Problem də buradadır. Bu soklar buradan çıxıb, trosun üstüdür. Bu barabanın şesterokasıdır, bu prujinlarıdır. Və bayaq dediyim kimi, barabanda naçaşka gedib. Bunun motorçikidir. Böyük ehtimal odur ki, bunu abişumka eləyən zamanı ya nagruzkaya salıblar, ya nəsə əldəyiblər, zədələyiblər bunu, yəni kobud çəkirlər. Ona görə də bu vəziyyətə düşüb. Çalışacaq indi bunu bərpa eləyək, yəni belə bir mexanizmlə bir dəfə rastlaşmışıq. Onun problemi başqa idi, bunun problemi başqadır. Çalışacaq bunu bərpa eləyək və yığaq yerinə. İnşallah işləyəcək. İşləyən pərdəni sizə tam şəkildə göstərəcək. Beləliklə, cəmi kimi 42.000 getmiş Range Rover Vogue 2023 model. Pərdəsi tam şəkildə təmir olubdur. Böyük bir zülümlə, əziyyətlə neçə saat iş görülüb bunun üstündə. Nəhayət ki, alındı. Hər şey tam şəkildə oturubdur öz yerinə. Bütün kantiklar öz yerindədir. Bağlayırıq yerinə. Şükür Allah, bu işin ötəsindən gələ bildik. Bir daha deyim, Range Rover Vogue 2023 arxa qapının pərdəsinin təmiri. Bir neçə videolarda ardıcılıqla deyəcəm, biz artıq yeni iş yerimizdəyik, Qış Parkın parkingində, Respublika Sarayın arxası tərəfindən. Yəni siz onu deməli 5 mərtəbə tərəfdən də gedə bilərsiniz. Eyni parkingdir, sadəcə böyük olduğuna görə krug vurmayasınız, parkingin içində fırlanmayasınız, əziyyət çəkməyəsiniz. Birbaşa Respublika Sarayı tərəfə gəlirsiniz, yəni videoda paylaşmışam. 5 mərtəbə tərəfdən gələndə çıxırsınız köməkçi yola, sağ tərəfdən 200 metr, 300 metr davam gedə-gedə, düz gedə-gedə çıxırsınız sola, düşürsünüz parkinqa, düşən kimi şlaqbaumdan sonra bizim yerimizdir. Salamat qalın, Bloketli Baku sizin xidmətinizdə. Öpürəm. Paka-paka.